gedirdisə də, hər bir kəs çalışırdı ki, daha yaxşı bir şeylər əldə eləsin. Müəyyən rəqabət var idi, elmi rəqabət filan. Artıq 1970-ci illərdən başlayaraq beynəlxalq imperialistlərin deindustrializasiya, depopulyasiya siyasəti, yəni insanların sayını azaltmaq və sənayələşməni sıfıra endirmək kimi bir siyasəti var ki, onlar da gəlib bu günlərimizdə artıq reallaşır və texnogen, rəqəmsal quldarlıq dünyasını formalaşdırmağa artıq nail olurlar. Artıq bütün yerlərdə rəqəmsal pullar, biometrik pasportlar və s. və s. hansı ki, hələ 50 il bundan qabaq fantastik görsənən müəyyən məqamlar artıq bugün reallaşıb. Artıq onlar 70-ci, 80-ci illər deyəndə ki, biz viruslar hesabına bir neçə milyon insanları, milyardları qıracaq, onlar fantastik bir anti-utopiya görsənirsə, bugün artıq biz onu yaşamış kimiyik. 20-22-ci illərdə Covid adı ilə xüsusi plan şəkildə aparılmış bir müəyyən işlər aparıldı. Keçən il pandemik sazişi istədilər imzalasınlar. Bu ildə cürbəcür bəyanatlarla Dünya Səhiyyə Təşkilatı, hansı ki, imperialistlərin bir alt qurumudur, o bəyanatlar eləyir ki, bunu eləyəcək, bunu eləyəcək. Əgər bugün dünyada, baxın, Covid nədə haçan qutardı? 22 fevral 22-ci ildə. Ukraynada müharibə elan olundu.